İnsan kim olur olsun, neçə olur olsun, nə olur olsun, onun içində bir xaliqin, bir yaradanın olması və onun Allah olması barəsində bir elm var insanın fitrətində içində. Lakin bəziləri ki, məndə yoxdur, yalan deyir. Onda var, lakin o onu artıq, o hissi, o duyğunu, o elmi, o fitrəti öz yalanları ilə bastırıb. Lakin o yalanlarını qaldırsa görək ki, orada bir iman var. Orada bir inanc var. Yəni, orada bir Rəbb var. Lakin öyrəndikləri o azğın elmlərlə özlərini zəlalətə salıblar. Və nə üçün insanlar düşüblər belə fikirlərə? Ateist və ya deist və s. və s. Bunların əsas səbəbi təkəbbürlü və inadlandır. Təkəbbürlü və inada görədir. Və bəziləri də azadlıq istəyir. Yəni, azadlıq nə mənada? Mənə əmr qadağa olunmasın. Nə əmr olunsun, nə qadağa. Yəni, şəriət əmrlər və qadağalar üzərində qalxır. Elə bir insan yoxdur ki, azad olsun. Elə bir insan yoxdur ki, azad olsun. Nəyəsə tabi. İnsan tabi olaraq yaradılıb. Tabi olunaraq yaradmayır. Allah təala onu. Ki, müstəqil ham ona tabi olsun. İnsan tabidir nəyəsə. Kimsə kiməsə, kimsə kiməsə, kimsə kiməsə, kimsə kiməsə. Ona görə insanın müstəqillik iddia eləməsi, xüsusən də ağlanan bu xata bir rəydir, xata bir fikirdir.